Bir düşünən var ki, bizim axırımız nə olacaq? Bu ölkə hara doğru gedir? Nə gözləyir bizi irəlidə? Ailə olmayandan sonra, əxlaq olmayandan sonra, mənəviyyat olmayandan sonra, tərbiyə olmayandan sonra nə olacaq bu cəmiyyətin axırı? Ölkəni saxlayan mənəviyyatdır, əxlaqdır, dəyərdir. Qohumluq münasibətləri bərbad, qonşuluq münasibətləri bərbad, ər-arvad münasibətləri bərbad, qardaş bir-birini qırır, gəlin qaynana bir-birini qırır. Heç nəyə hörməti yoxdur. Bu cəmiyyət hara gedir? Nə fikirləşir bunlar? Nə olacaq bunun axırı? Yəni bunun da hamısı yəni yerindən də duran dövləti söyür, dövləti təhqir edir. Sən yüzlərlə sosial mediada saxta profillər var. Saxtakarlıqla məşğul olan adamlar var. Amma özləri adam nə tərbiyəsi var, nə əxlaqı var, nə savadı var, nə biliyi var. Adamın elementar dünya görüşü yoxdur. Deyir, mən prezident gəlib olsam bunu eləyəcəm, onu eləyəcəm. Ay kişi, sən özə iş tapa bilməmsən, sən övlada düzgün tərbiyə verə bilməmsən. Sən nə dövlət idarə etməkdən danışsan? Sən get bir özü idarə et. Yerindən duran gəlir deputata söz deyir. Deputat belə getdi, falan getdi. Sən bir özə bax ki, sən ya ziyalıya söz deyir. Sən birinci bir özə bax görüm sən kimsən? Hansı yolu keçmisən? Hansı savadın var? Hansı biliyin var? Hansı mədəniyyətin var? Yəni sən bir